Salam bir vaxtınız xeyirli olsun. Demək belə bir orijinal bütün təmirə gətiriblər. Problem var. Demək bu hissələrindən su axır. Qızır, eləyir, parı verir, amma su axır. İndi orta nəticəni bir yerdə izləyək. Heç bir zabokun sındırmadıq. Hissələri təmizlədik, problem budur. Bu hissəyə belə bir dəmir qoyduq. Hissəyə dözən rezin keçirtdik. Bu qaydada bu hissəni düzəltdik. 1, 2, 3 ədəd çay olmalıdır hissəyə dözən. Üçüncü yoxdur. Bunu da qoyaq. Üzərinə bağladığım şuruplar heç biri pas götürməyəndə, yəni bunun da əvəzinə başqa bir şurupla əvəz eləmək olmaz. Üzərinə su əlavə elədik. Problem su axıtmaq problemi idi bunda. İstiliyini yığır. Önə su verir. Par verir. Sonra qırağından su axıtmağı yoxdur. Par artıraq. Demək bu qədər. Çox sağ olun izlədiyinizə görə.